adında bir gənc, o da klassik xalq cəbhəsindəndir. O adamların 3 gündür görür, məlumat vermirlər, heç bir şey demirlər, amma bizdə daxili məlumat var, sızıb ki, istəyirlər ki, o avtobusun sınan şüşəsini onların boynuna qoysunlar. Yalancı şahidlər düzəldirlər. Hansı ki, hamı görüb ki, bunu polis öz dəyənəyi ilə sındırıb. Yaxud, siz bilirsiniz ki, belə məlumatlar var. Mən əminəm ki, o şəkillər, videolar bu yaxınlarda, indi mənim bugün başım qarışıqdır, şəbəkədə olacaq yəqin ki, orada vitrinə daş atan adamları polis arxasınca getməyib. Polis üçün istefa, azadlıq qışqıran adamlar vitrini sındıran adamlardan daha təhlükəli olub. Ona görə də o adamları binə-bilə arxasınca gedib tutmayıb. Hətta mən bilirəm ki, bugün mənə məlumat verildi, yəqin mətbuata həmin adamlar məlumat verəcəklər. Nümayişçilər özləri təxribatçını tutublar, polisə təqdim eləyəndə polis təxribatçını buraxıb düşüb onların üstünə. Ona görə də bir mənalı şəkildə bu hamıya aydındır ki, bizim tərəfimizdən heç bir zorakılıq olmayıb. Əvvəlcədən bilinirdi ki, bu təxribat törədiləcək ki, uydurma bir cinayət işi açılsın, elə də elədilər, elə də planlaşdırdılar, amma bu bizi qorxutmur. Başa düşməlidir, bu hökumətin nümayəndələri, rəhbərləri başa düşməlidir ki, biz hər şeyi gözümüzə almışıq. Bunların nə böhtanları, nə şantajları, nə döymələri, nə həbsləri, hətta ölüm də bizi qorxutmur. Ona görə də biz azadlıq mübarizəmizi, haqq mübarizəmizi bundan sonra da davam eləyəcəyik. Amma çox şadam, qürurluyam ki, bizi eşitdilər. Heç kimsə bizim arzularımızdan zor tətbiq eləmədi. Əlbəttə, suallar çoxdur, ona görə xahiş edirəm, biraz bundan sonra cavablarda biraz yığcam olaq. Elnur adlı dinləyici yazır ki, Əli bəy, mən anlayıram ki, toplaşma azadlığı vətəndaşların konstitusiyon hüququdur. Amma rejimin mövqeyi də məlumdur. Bəlkə hakimiyyətin təklif etdiyi ucqar yerlərdə narazı vətəndaşları toplayıb dəyişikliyə oradan başlayaq. Biz onu düşünürük və ona görə də hətta həmin o ucqar yerlərin də bir çoxuna razılığımızı bildirmişik. Əvvəla açıq danışaq. Biz təklifimizlə elə kompromis təklif eləmişdik də, Nərimanov rayonunun ərazisində, Nərimanov kinoteatrının qarşısındakı meydan niyə mərkəz olsun ki? Mərkəz deyil. Əslində normal ölkələrdə, bizim ölkədə normal miting yeri azadlıq meydanıdır. Sonra da mitingi harda keçirirlər? Parlamentin qarşısında, hökumətin, prezident aparatının qarşısında. Biz o güzəştə gedib Nərimanov kinoteatrının qarşısını təklif elədik. Hətta sonra bunu da bəyan elədik ki, Təbriz kinoteatrının qarşısında da biz razılaşa bilərik. Amma bizə elə yer göndərirlər ki, elə yer təklif edirlər ki, o toplaşmaq üçün uyğun deyil. Tamamilə qeyri-mümkündür. Ona görə də sərbəst toplaşma azadlığını biz təmin eləməyə çalışacağıq. Biz kompromislərə hazırıq, müəyyən təkliflər gözləyirik, amma eyni zamanda bu ağlabatan kompromis olmalıdır. Biz özümüzü aldatmaq istəmirik. Gedib 20-ci sahənin düzənliyində özümüz üçün aksiya keçirməyi planlaşdırmırıq. Və bayaq siz qeyd elədiniz ki, sizin evin qarşısında da aksiyalar keçirdilər və sizin evin qarşısında keçirilən aksiyada göstərilən şəkillərdən bir qismi və ondan əvvəl mediada gedən xəbərlərdən bir qismi sizin İslam radikal dini qruplaşmalarla hansısa danışıqlarınız barədə idi. Və bu ümumiyyətlə dini kəsimlərlə hər hansı bir danışığınız olubmu və bu onların bu aksiyalarda iştirakı ilə bağlı hər hansı bir... Bilirsiniz, hökumət çox çaşqınlıq içindədir. Bunlar nə demədilər ki, mənim haqqımda? Ermənistanla əməkdaşlığa qədər gedib çıxdılar. Sonra keçdilər Sorosa, sonra keçdilər Qərbə, sonra keçdilər İrana, Əl-Qaidiyə, Talibana, Dağıstanda, Çeçenistandakı silahlı qüvvələrə və s. və ilaxır. Başını itirmiş adamlar belə absurd açıqlamalar verə bilərlər. Bunların hamısı əlbəttə ki, cəfəngiyatdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası demokratik bir təşkilatdır. Bizim mövqeyimiz açıqdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan demokratik olmalıdır, tam müstəqil olmalıdır, Avro-Atlantik məkana inteqrasiya olunmalıdır və eyni zamanda bu ölkənin bütün vətəndaşlarının hüquq və azadlıqları təmin olunmalıdır. O cümlədən dindar insanların da hüquq və azadlıqları təmin olunmalıdır, etiqad azadlığı təmin olunmalıdır. Bilirsiniz, bizim heç kimdən heç bir konkret danışığımız olmayıb, ola da bilməz, xüsusilə də o təşkilatlar ki, səsləndirirlər, onlar əgər Azərbaycanda belə sərbəst gəzirlərsə, niyə bu hökumət bəs terrorçuluqla mübarizə var? Onların əksəriyyəti terrorçuluqla məşğul olan təşkilatların siyahısındadır. Niyə bəs hökumət tədbir görmür? Məni bütün gün izləyirlər. Evimin qabağında aksiyalar qutarandan sonra mülki deməli geyimli adamlar otururlar maşınlarda. Sonra da mən hara gedirəm arxamca izləyirlər. Niyə məni birbaşa o görüşlərdə
çəkmirlər, yaxalamırlar ki, mən bu kriminal adamlarla görüşürəm, yaxud qanundan kənar sayılan, müəyyən axtarışda olan adamlarla əlaqə saxlayıram. Bu absurddur, Xədicə xanım. Mən başa düşürəm, indi siz mətbuat nümayəndəsi kimi məcbursunuz ki, bu absurda da münasibət öyrənməyə. Amma inanın ki, bu absurddur. Ciddi adamların heç biri bunu ciddiyə almır, belə söhbətləri. Bunlar başlarını itiriblər sadəcə. Amma başqa bir xət var. Burada bir incə xət var açığı. Bunların hamısı indiyə qədər olanlar absurd, çobud, balta üsulu idi. Amma bunun arasında bir incə xət var ki, bu çobud ittihamlarla bizi eyni zamanda biraz ehtiyatlandırsınlar ki, biz məsələn etiqad azadlığı ilə bağlı olan problemlərə münasibət bildirməyək. Azərbaycan müsəlman ölkəsidir. Burada çoxlu sayda insanlar dindar hesab oluna bilər. Məsələn, mənim elə özümün atam, anam namaz qılıb oruç tutan adamlardır. İslam dininin qaydalarına əməl edən adamlardır. O cümlədən bizim yaşlı nəslin əksəriyyəti, bugün cavanların da xeylisi artıq həmin o, bütün o İslamın vacibi əməllərinə əməl eləyirlər. İndi bu adamların problemləri olur Azərbaycanda. Azərbaycan hökuməti bu şantajla istəyir ki, demokratik müxalifət, ölkədə demokratiyanı bərqərar eləməyə çalışan qüvvələr həmin insanların etiqad azadlığı ilə bağlı problem yarananda səsini çıxarmasın, ehtiyatlansın. Həmin insanlar həbs olunanda onları biz müdafiə eləməyək. Bax, burada bir şantaj elementi var. Ona görə də mən istəyirəm deyim ki, biz haqlı olduğumuza görə heç kimdən heç nəyə çəkinmirik və gizlətmirik. Biz nə heç bir qanundan kənar təşkilatla heç bir əməkdaşlıq eləyib, heç bir görüş keçirmirik. Amma eyni zamanda ölkəmizin hər bir vətəndaşının bütün konstitusiyon hüquqlarına, o cümlədən dindar kəsimin etiqad azadlığına da hörmət olunmasını tələb edir. Mən bir də xahiş eləyəcəm sizdən ki, cavablarımızı qısa tutaq və daha bir mübahisəli məqam və bu sosial şəbəkələrdə də müzakirə olunub. Həmin aksiyalardan birində reaksiya, yəni sizin evinizdən verilən reaksiya ilə bağlıdır. Sizin həyat yoldaşınızın reaksiya verdiyi barədə olubmu bu? Bilirsiniz, kim bunu mühakimə eləmək istəyirsə, özünü sadəcə mənim həyat yoldaşımın yerinə qoysun. Onu bir düşünsün, onun oturduğu yerdə, evinin qarşısında, gəlib o təhqirləri səsləndirəcəyi təqdirdə, o özünü aparardı, necə o əsəblərini, belə deyək, cilovlaya bilərdi, necə reaksiyasız qala bilərdi, onu düşünsün, sonra mühakimə eləsin. Aydındır. Və yenə də suallar var çoxlu sayda dinləyicilərdən. Mikhailo imzalı dinləyici yazır ki, hakimiyyət dünyada analog olmayan diktatura rejimi qorub, bu rejimi qoruyan heç də xoşbəxt yaşamayan polislərdir. Polisin əhaliyə qəddarca divan tutdu, iş verənlər, təxribatçılar canfəşanlıq etdilər. Əli Kərimliyə qarşı əxlaqsız kampaniya ilə cavanların beynini zəhərləyərək başladılar. Bu biabırçılıqdan utansınlar, Mikhailo imzalı dinləyici yazır. Ərqaya imzalı dinləyici yazır, salam azadlıq sevərlər. Əli müəllim, sizi təbrik edirəm yeni uğurunuzla. Əli müəllim, əgər xalq yenidən sizlərə etibar edib dəstəkləsə, xalqa nə vəd verirsiniz? Hakimiyyətə gəlsəniz Fərhad Əliyev və Lalə Şövkət xanım sizin iqtidarda yer tutacaqlarmı? Ərqaya belə sual verir. Sağ olsun əvvəla dəstək üçün. İkincisi, bizim hal-hazırda tələblərimiz azadlıqdır, sosial tələblərdir, ədalətdir. Bizim deməli, birinci görəcəyimiz işlər də bu olacaq ki, ölkəyə azadlıq, ədalət gətirməyə çalışacağıq, sosial gərginliyi aradan qaldırmağa çalışacağıq, neft vəsaitlərinin bir qrup, bir klan, bir ailə tərəfindən mənimsənilməsinə son qoyub, həmin gəlirlərdən Azərbaycan xalqının hamısına pay düşməsinə çalışıb nail olacağıq. Korrupsiya ilə indi göründüyü ki, bu gülünc mübarizə yox, özümüz birbaşa ciddi şəkildə mübarizə aparacağıq, onun kökünü kəsəcəyik. Korrupsiya Azərbaycanda olmayacaq. Necə Gürcüstanda bunu bacardılar, o qaydada biz də Azərbaycanda bunu bacaracağıq. Və çoxlu geniş proqramlarımız var, geniş danışmaq istəmirəm. Biz hələlik gələcək hökumət haqqında planlar qurmuruq. Açıq demək istəyirəm ki, hal-hazırda bizim mübarizəmiz birbaşa kiminsə, kimlərinsə hakimiyyətə gəlməsi uğrunda mübarizə deyil. Bizim mübarizəmiz hələ xilas olmaq uğrundadır. Bunlardan xilas olaq. Sülalə hakimiyyətindən 69-cu ildən Azərbaycanı əsarətdə saxlayan ailə hakimiyyətindən xilas olaq. Sonra xalq seçəcək ki, kim hansı vəzifədə olsun. Salam Əli bəy, yəqin ki izlədiniz. Dünən ASTV-də sizin əleyhinizə təbliğat kampaniyasında qohumunuz da müsahibə verib. Siz və müxalifətçilərlə bağlı
çirkin iddialar irəli sürüb. Bu barədə açıqlama verməyinizi xahiş edirəm. Tural Türkiyə belə yazıb imzasını. Tural bəy, hansınızın belə başını aşağı eləyən qohumu yoxdur ki?